İnsan papilloma virusu və müasir cəmiyyət. Virusun onkoloji xəstəliklərə apardığı yol, virusla mübarizə üsulları və papilloma virusun və onun əmələ gətirə biləcək xəstəliklərin müasir diaqnostika üsulları haqqında biz onkoginekoloq Samirə Səfərova və laborator diaqnostika mütəxəssisi Arif Yusifovun təqdimatında Medical Media'nın 25 iyun 19:00-da efirə gedəcək canlı yayımında görüşünüzdəyik. Salam, xoş gördük sizləri. Dəyərli Medical Media'nın daimi tamaşaçıları və bizə yeni qoşulan izləyicilərimiz. Həmişə olduğu kimi bugün də Medical Media'nın studiyasından canlı olaraq sizin görüşünüzə gəlmişik. Mən Azərbaycan Tibb Universitetinin cərrah onkoginekologu Samirə Səfərova və mən laboratoriya diaqnostika üzrə mütəxəssis Arif Yusifov bugün bu verilişdə sizinlənik. Anonslardan da məlum olduğu kimi bugünkü mövzumuz insan papilloma virusu, virusun müasir diaqnostikası və uşaqlıq boyunluq xərçənginin yaranmasında rolundan söhbət açacaq. Doktor, düşünürəm icazənizlə həm tamaşaçılarımıza, həm izləyicilərimizə maraqlı olan bir məqamlara və onları düşündürən suallara aydınlıq gətirmək üçün bizim Facebook, Instagram və YouTube kanalından bizlərə öz suallarınızı, təkliflərinizi və bacardığımız qədər bizə ayrılan bu qısa bir zaman ərzində sizin bütün suallarınızı cavablandırmağa çalışacaq. Düzdür. Həm də onu nəzərə alaq ki, bizim izləyicilərimiz tək həkimlər deyil və ona görə də çalışaq məlumatı belə detallı və biraz rahat bir formada göstərək və buna görə həkimlərimiz də bizə irad tutmasınlar. Biz çalışacağıq belə bir formada dialoqumuzu quraq və o dialoqa, amma çağırışımız var ki, siz o dialoqa qarışasınız və bütün suallarınızı mütləq verəsiniz, yazasınız. Biz o kommentlərə çalışacağıq bu mövzu müzakirəsi zamanı cavablandıraq. Tamamilə sizinlə razıyam. Doktor, düşünürəm ilk öncə virus özü insan papilloma virusudur. Bu ad bizə nə deyir? 3 hərf birləşməsindən yaranmış bu human papilloma virus və İPV kimi tanınan bu termin nə üçün bugün bizlərdə qorxu hissi yaradır? Və həqiqətənmi virusdan qorxmaq gərəkdir? Və virusun yaratdığı fəsadlar, virusun yayılma yolları, risk faktorları, diaqnostikası və müalicəsi günümüzün aktual problemlərindən biridir. İnsan papilloma virusu bütün dünyada olduğu kimi Azərbaycanda da öz aktuallığını saxlamaqdadır. Çünki virus elmə məlum olan 100-dən çox forması vardır. Lakin insan orqanizmində fəsadlar törədə bilən 40-a qədər genotipləri ayırd olunur. Və bunlara ayrı-ayrılıqda bir-birimizlə diskussiya şəklində həm tamaşaçılarımıza, həm bizi izləyənlərə maraqlı olsun deyə və sanki bir qruplaşdıraraq fikrimizi çatdırmaq istərdim. Və ilk öncə onu qeyd etmək istəyirəm ki, virus həmişə klinik olaraq əlamətlərlə üzə çıxmaya bilir. İnsan təkamülündən demək olar ki, dünya əhalisinin 50%-dən çoxu bu virusa yoluxa bilir. Və yoluxub da heç bir simptomatik əlamətlərlə özünü göstərməyə bilir. Doktor, bu fikirlə razısınızmı? Yəni bizim ətrafımızda bizləri əhatə edən və gündəlik təmasda olduğumuz insanların bu virus daşıyıcısı olaraq bizim dönəmimizdə olması və heç bir yatmış bir klinik əlamətlərlə özünü göstərməsi. Necə düşünürsünüz? Deməli, birincisi papilloma virusu bizimlə bir yerdə, insanlarla bir yerdə yaşayan viruslara aiddir və o, məsəl üçün, indi hal-hazırda çox populyar olan digər virusdan fərqli olaraq başqa yerdən gəlməyib, başqa heyvanlardan ötürülməyib. Bu, sırf insana məxsus olan bir virusdur. Amma biz onu gərək cinsi yolla keçən formalarına daha çox aktuallıq məsələsinə gələndə nəyə görə biz ümumiyyətlə bu məsələ nəyə görə bugün vacibdir, aktualdır? Çünki ziyansız, heç bir fəsadı olmayan zehir kimi bir törəmələrdən başqa çox ciddi və təhlükəli xəstəliklərin bir səbəbi də ola bilər. Xərçəngə qədər gətirib çıxarda bilər. Bəli, xərçəngə qədər. İzləyicilərimiz qorxmasın. Yəni həqiqətən
çəkinməsin, qorxmasın, amma maariflənməsi də çox önəmlidir. Xərçəngə qədər olan etaplara bir nəzər salsaq, doktor, və düşünürəm siz də mənimlə razılaşarsınız ki, hər HPV virusu xərçəng demək deyil. Və sanki bu virusun insanların yoluxmuş olan bu insan kütləsinin insan orqanizminin immun statusuna bağlamaq istəyirəm. Yəni bu tək mənim deyil, ümumiyyətlə bütün alimlərin, bütün tibb sahəsində çalışanların fikridir ki, immun statusu və gündəlik bayaq müdaxilə misal gətirdiyiniz bu günün ən aktual mövzusu koronavirus belə, yəni immun statuslu insanların immunitetinin yüksək olduğunu nəzərə alaraq insan papilloma virusuna yoluxmuş pasiyentlər, şəxslər, hətta heç bir klinik əlamət olmadan özlərinin həyatını davam edə bilərlər və bu baxımdan biz də həmişə xəstəliyin müalicəsinə və yaxud da ki, hər hansı bir medikamentoz və yaxud da digər bir müdaxilələrə ehtiyac duyulmadığını bilirik və bir qruplaşdırma etmək istəyirəm bizi də dinləyənlərə, izləyənlər üçün. İnsan papilloma virusunun iki qrupa bölsək, onkogenotiplərinə və onkoloji heç bir yüksək və high risk qrupunda, yəni yüksək riskli onkoloji xəstəliklərin yaranmasına səbəb olan bir qrup və sadəcə insan orqanizmində selektiv qişanın hər hansı bir zədələnməsi və bunlar bizim hamımızın tanıdığı, bildiyimiz kimi kandilomalar, ziyillər şəklində özünü göstərə bilir. Bu virusların 6-11 bir çox az öncə də qeyd etdik, 100-ə qədər genotipləri məlumdur elmə. Ancaq 6-11 genotipləridir ki, hansı ki bunlar həm əks cinsin nümayəndələrində, həm xanımlarımızda kandiloma şəklində özünü göstərirsə, insan papilloma virusunun 1, 3, 4 və digər tipləri isə əl və ayaqlarda, o cümlədən ağız, boyun, qoltuq altı, yəni bükəcəklər olan bir nahiyədə ziyillər şəklində özünü göstərir. Əsla və dönə-dönə bunu vurğulamaq və həqiqətən də bizə bugün dinləyən insanlara çatdırmaq istəyirəm. Bu viruslardan qorxmaq lazım deyil. Virusla mübarizəni düzgün aparmaq lazımdır. Onkoloji genotiplərinə gəldikdə isə hamımıza məlumdur 16, 18, 31, 33, 38 və s. bu genotipləridir ki, 13 genotipi, hansı ki həqiqətən bugün bizi bu problemin aktual olduğuna gətirib çıxardır və düşünürəm ki, biz insanlara maarifləndirici xüsusiyyət olaraq, yəni bugünkü efirdən də istifadə edərək və sizin kimi mütəxəssislə bərabər bir aydınlıq gətirə bilərik və bu genotiplərin pozitiv olan şəxslər də qorxuram və artıq məndə pozitivdirsə, mən xərçəng xəstəsiyəm deyə özlərinə qapanmasınlar və risk faktoruna, yəni risk qrupuna daxil olan pasiyentlərin sıralanması. Yəni bəlkə də bugün bizi izləyən, bizə qoşulan izləyicilərimiz içərisində bu sadaladığımız risk qruplarını özündə görə bilən şəxslər olacaqdır. Bu sizi əsla qorxutmasın. Ən çox bugün nəinki bizdə və bütün dünyada düşünürəm, aktual olan cinsi partnyorların bir və ya daha çox olması, tez-tez dəyişdirilməsi. Çünki biz az öncə də qeyd etdik sizinlə bərabər, düşünürəm, kişilərin bu virusun daşıyıcısı olduğu, lakin qadınlarda isə bunlar artıq klinik olaraq xəstəlik kimi təzahür etdiyini nəzərə alsaq, daha çox partnyorların dəyişdirən xanımlar, o cümlədən fəsadlaşmış mamalıq anamnezi olan xanımlar, yəni əgər uşaqlar hamiləlik dönəmi və yaxud da ki, doğuş vaxtı aldığı travmalar, keçirilmiş abort sayılarının çox olması, cinsi həyata erkən başlanması və zərərli vərdişlərin burada olması, siqaret çəkmə və bu kimi digər amillərin rolunu və xüsusi qeyd etməliyəm, oral kontraseptivlərin istifadəsi. Yəni, bilirsiniz, doktor, biz hər birimiz həkimik, yəni bilirik ki, bir xəstəliyin müalicəsində mütləq qaydada insanın pasiyentlə danışmağı, müayinəsi, diaqnostikası ilə bərabər, yəni medikamentsiz, ümumiyyətlə dərman sferasız biz bugünkü tibb sahəsini təsəvvür edə bilmirik. Amma həmişə də biz dərmanlara müraciət etməliyikmi və istifadə etdiyimiz bu dərmanlar bizə nə verəcək? Və həqiqətənmi buna ehtiyac varmı? Və yaxud da dərmanların əks yan təsirləri, yəni bizə gətirib başqa bir xəstəliklərin çıxarmağına, bu timsalda risk qrupuna daxil olan və 5 ildən çox oral kontraseptiv istifadə edən xanımlar risk qrupundadırlar. Və virus, düşünürəm, doktor, həmişə də müalicə almağa ehtiyac duyulmur. Düzdür, bəlkə belə bir sual doğuracaq.
izləyicilərimiz üçün maraqlı olar. Bəs nə üçün onda biz həkimlərə müraciət etdikdə bizə insan papilloma virusu pozitivdirsə və yaxud da aşkarlanıbdırsa, medikamentoz müdaxiləyə ehtiyac duyulur. Yəni sizcə doktor, bunun həyata keçirilməsi, yəni siz bir biokimyaçı kimi, siz bir mütəxəssis olaraq münasibətinizi çox bilmək istərdim. Mən istədim doğrusu, siz o qədər məlumat verdiniz ki, mən də o məlumatların indi istəyirəm altından bir balaca xətt çəkək. Deməli, papilloma virus bizimlə bir yerdə yaşayan viruslardır. Bunların bir neçə növləri var. Bəli. Və bunların bəzi növləri heç bir təhlükə daşımır. Bəli. Bəzi növləri nisbi, bəzi şəraitlərdə yarada bilən bir təhlükə yarada bilər. Digərləri isə birbaşa xərçəng xəstəliyinə belə səbəb ola bilərlər. Və burada biz gərək deyək, yəni hər kəs bunu ola bilər bilməsin, söhbət hansı xəstəliklərdən gedir. Siz onkoginekoloq kimi ekranda göstərdiyiniz var, bayaq var idi, uşaqlıq boynu xərçəngindən gedir söhbət, düzdürmü? Amma son araşdırmalar göstərir ki, selekli qişaların digər nahiyələrində də bəzi hallarda bu virusu bir səbəbkar kimi görmək olur. Qırtlaq xərçəngi, ağız boşluğuna aidlığına olan, hətta kişilərdə olan, kişi cinsiyyət orqanlarının, anal nahiyənin xəstəliklərində, xərçəngi xəstəliklərində, bəli, o virusun inkişafı müəyyən bir bu dərəcədə ağırlaşmalara gətirib çıxarda bilər. Çox doğru deyirsiniz. Və bu virus, ikincisi, çox yayılıb. Hər yerdə var və bundan virusdan demək olar ki, qarşılaşmağın qabağını almaq mümkün deyil. Çünki bu qədər yayıldığı üçün biz geci-tezi hər kəs ondan qarşılaşa bilər. Çünki keçirici yollardan siz göstərdiniz cinsiyyət yolunu, amma bundan başqa birbaşa dərinin dəriyə. Məsəl üçün, adi ziyillə əlaqəli papilloma virus necə keçir? Bir insan addımladı, keçdi, bir müddət sonra başqa bir insan həmin yerdən addımladı, keçdi. O papilloma virus birindən o birisinə belə bir yolla ötürülür. Ona görə bu və digər papilloma viruslarının ötürülmə yolları biraz fərqlənə bilər, amma yenə də oxşar olduğu üçün və məişət yolu olduğu üçün bundan başqa vertikal yol var, anadan uşağa keçmə, dövlət keçmə yol var, bəli, bu da var. Onun üçün geci-tezi hər kəs rastlaşa bilər və virus düşəndən sonra insanın orqanizmində qalır və onu demək olar ki, çıxartmaq qeyri-mümkündür. Bundan sonra artıq biz bizim fikirlərimiz pasiyentlər üçün belə bir hansı fikirləri verməliyik ki, hansı tərəfə getsinlər pasiyentlər? Yəni diaqnostikanı hansı vaxtları eləsinlər, necə eləsinlər? Bax bu tərəfdən məlumat verməliyik və diaqnostikanın bir nəticələri əsasında sonrakı addımları, alqoritm necə olmalıdır? Bax bu formada məncə bugünkü məlumatlarımızı çatdırmalıyıq, artıq o prosesin içindəyik. Doktor, sadəcə buradan məndə bir sual doğurdu. Düzdür, mən heç mövzudan uzaqlaşmaq fikrində deyiləm və siz dediyiniz kimi ilk öncə xəstələrdə, pasiyentlərdə əgər insan özündə bu virusu aşkar edibsə, düzdür, bu çox nadir hallarda olur ki, keçirilmiş tam təsadüfi müayinələr nəticəsində aşkarlansın. Yəni biz daha çox düşünürəm, iki hissəyə bölə bilərik pasiyentləri. Aktiv şikayəti olan pasiyentlər və ümumiyyətlə və ədəbiyyatda və elmdə məlum olduğu kimi virusun özünün səssiz apardığı bir latent bir gizli dövrü var. Yəni və hətta ömrünün sonuna qədər də ortaya çıxmaya bilir və bu baxımdan aktiv şikayəti olarsa, sözsüz ki, bizim də xəstə həkimə, mütəxəssisə müraciət edərsə və müraciət etdiyi bu dönəmdə müəyyən bir etaplar vardır ki, hansı ki, bu etaplardan, yəni xəstənin keçməsi lazımdır. Amma buna qədər mən sadəcə pasiyentlərə, daha doğrusu izləyicilərimizə, tamaşaçılarımıza maraqlı olan bir məqama nəzər salmaq istəyirəm ki, nə zaman xəstə həkimə müraciət etməlidir? Yəni bir həkimə qədər keçdiyi bu yolda nə zaman biz deməliyik ki, xəstə, pasiyent, dinləyici düşünməlidir ki, bu sadalanan əlamətlərdən bir və yaxud da bir neçəsi
məndə var və mən artıq həkimə müraciət etməliyəm. Bu daha çox rast gəlinən və pasientlərin dediklərindən bildiyimiz kimi cinsi akt zamanı uşaqlıq yolundan gələn qanlı ifrazatların olması, asiklik uşaqlıq qanaxmasının və yaxud da ifrazatının olması, yəni heç bir adət dövrünə aidiyyəti olmayan uşaqlıq yolundan gələn ifrazatın olması. Bəzən bu ifrazatın irinli, qoxulu, qanlı olması. Yəni bunların hər bir pasientin özündə aşkar edə biləcəyidir. Sözsüz ki, bugünkü mövzumuzdan kənara çıxmayaraq və uşaqlıq boynunun insan papilloma virusunun onun xərçəngə gətirən yollarında rolundan danışırıqsa, bunlar pasientlərin, xanımların dilə gətirə bilmədikləri, lakin özlərində aşkarladıqları bir dönəmdə həkimə müraciət etməlidir. Lakin digər sizin bayaq qeyd etdiyiniz kimi orqanların yəni qırtlaqda, dəri nahiyəsində, əldə, ayaqda, qoltuqaltı, digər bir selki qışanın tamlığının pozulması və ziyillərin, kondilomaların yaranması, bunların düşünürəm diaqnoz qoyulması və həkimə müraciəti daha tez olur. Çünki bu həm gözlə görünəndir, həm bir estetik nöqteyi nəzərdən də xəstədə sanki bir diskomfort yaratmış olduğu üçün bu halda pasientlər həkimlərə müraciət edir. Yəni doktor, belə cəmləşdirsək, insanlar üçün də rahat olsun məncə. Hansı hallarda? Əgər bir narahatçılıq varsa, düzdürmü? Hər hansısa bir aktiv şikayətləri varsa və bundan da başqa bunu da göstərmək lazımdır ki, bəzi hallarda skrining kimi, yəni əslində şikayət yoxdur, başqa bir səbəblə müraciət edirlər həkimə. Tam təsadüfi keçirilmiş müayinələr həmin zamanı bəli, virus araşdırılır və biz burada gərək aşkarlanır və biz burada gərək biraz ayıraq nəyi, anlayışlarımızı. Deməli, biz virusun diaqnostikasını qoyaq bir qırağa və onun törədə biləcək və o tipli xəstəlikləri diaqnostikasını bir başqa sahəyə. Çünki yəqin ki, həm izləyicilərimiz keçiblər bu PAP yaxma demişkən müayinələrdən, onlar xəstəliyin diaqnostikasına aiddir. Onlar birbaşa virusu göstərmirlər. Onun üçün biz bunları bir balaca ayırsaq yaxşı olar. Lakin siz yəni nə qədər alqoritm dəqiq göstərsə, o qədər pasientlərimiz üçün də rahat olar ki, bu həm xəstəliyin diaqnostikası gedir, həm də virusun olub-olmamağı haqqında biz məlumat əldə etməliyik. Onda doktor, icazənizlə mən hər pasientlərimiz üçün maraqlı ola bilən bir məqamı nəzərə çatdırım. İlk öncə, əgər bugünkü mövzudan kənara çıxmadan sırf insan papilloma virusunun uşaqlıq boynunda açdığı yol və xərçəngə gedən yoldan söhbət gedirsə, ilk öncə ən sadə və ta İbn Sinanın dövründən bugünə qədər öz aktuallığını itirməyən, necə ki, palpasiya, perkusiya, baxış varsa, ginekoloji baxış. Yəni, xəstələrdə bir fikir formalaşsın. Pasientin, məndə bu virus varmı, yoxmu? Bu virus və bu tipli narahatçılıqlar məndə sabah nəyə gətirib çıxardacaq suallar narahatçılıq yaradırsa, o zaman pasientlər bir ginekoloji, ümumiyyətlə təkamülə nəzər salsaq, doktor, siz də bir bioloq kimi bunu təsdiqləyirsiniz. Yəni, hər şey həyatda sadədən mürəkkəbə doğru. Yəni, bu insanın keçdiyi bir təkamül dövründə də, yanaşdığımız xəstəliklərin müalicəsində də və diaqnostika və müayinəsində də bu belədir. Yetərli olacaq qədər bir baxış, pap smear testi, HPV-yə yoxlanılma, xüsusi branşiyotkalar köməyi ilə siz yəqin ki, buna daha dəqiq aydınlıq gətirəcəksiniz. Götürülmüş uşaqlıq serviksdən yaxmalar, kolposkopik müayinə və artıq növbəti etaplarda ehtiyac olarsa, bunlarla bərabər digər müayinələrə də daha mürəkkəb müayinələrə müraciət edəcək. Və ginekoloji baxış etdikdə xəstənin narahat eləyən, iltihablı, irinli, qanlı və yaxud da anamnezinə mütləq üstünlük veririk. Yəni, bizi dinləyən tamaşaçılarımız üçün, dinləyicilərimiz üçün çox maraqlı olar ki, və nə zaman pap smear etməliyik? Yəni, nə üçün biz bütün bu müayinələrə üst tuturuq? Çünki, doktor, mən həm istəmirəm bizi dinləyənlər və bizə qoşulanlar qorxu, həyəcan hissi yaşasınlar. Amma eyni zamanda da xəstəliyin yarada biləcək ağırlaşmalarına bilsinlər. Bəli, o baxımdan, doğru, demək istəyirəm ki, virus varsa,
və bu gün sizdə virus aşkarlanıbsa, bu xərçəng demək deyil. Və virusun sabah xərçəng ola biləcəkmi? Keçə biləcək bir dövr lazımdır. Yəni bildiyimiz kimi uşaqlıq boynunun eroziyası aşkarlanıbsa pasiyentdə, hər eroziya xərçəng deyil, hər və yaxud da ki, yaranmış eroziya xərçəngə keçməyəcək və yaxud da geri dönən proses deyil. Bunun üçün, bu xəstəliyin, bu virusun orqanizmdə xəstəlik törədə bilməsi üçün və artıq gətirib xərçəngə çıxartması üçün bir zaman, bir dövr lazımdır. Çünki bildiyimiz kimi uşaqlıq boynu displaziyaları ilk öncə hansını ki biz aşkarlaya bilirik, həm sizin laborator diaqnostikların köməkliyi ilə baxış vaxtı aldığımız materiallar, pasiyentdən aldığımız materiallar nəticəsində əgər displaziyanın 3 formasında, yəni cin 1, cin 2, cin 3 və bunlar üçün bir zaman lazım olduğunu nəzərə alaraq, mən bunun üzərində nə üçün bu qədər dönə-dönə dayanıram? Demək ki, həqiqətən də pasiyentlərin həkimə vaxtında müraciəti və düzgün ünvana müraciəti xərçəngə aparan yolu tamamilə bağlamış olar. Və doğrudan da pasiyentdə əgər uşaqlıq boynunun displaziyası varsa və bu displaziya birinci formaları, yəni sadəcə dinamikaya ala biliriksə biz bugün bu pasiyentləri, ikinci formada müalicə təyin edə biliriksə, artıq üçüncü formada bir uşaqlıq boynunun konizasiyası konus şəkilli, yəni həmin zədə almış nahiyədən və sözsüz ki, biopsiyalarımızın cavabı əlimizdə olmaq şərti ilə və həqiqətən burada uşaqlıq boynunun CR institutu və yaxud da uşaqlıq boynunda CR coli uteri, uşaqlıq boynu xərçənginin olmadığını əmin olduqdan sonra biz klinisistlər ora müdaxilə edə bilirik. Amma buna qədər düşən məsuliyyət pasiyentlərin üzərinə düşür. Həkimə olunan müraciətin üzərinə düşür. Və əgər doğrudan da pasiyent gəldi, aşkarlandı, bu pasiyentlərdə diaqnoz qoyuldu ki, həqiqətən bu xəstədə uşaqlıq boynunda dəyişilmiş, tamlığı pozulmuşdur, səhiyyə qişanın tamlığı pozulub və müdaxiləyə ehtiyacı var. O zaman biz xəstəyə, yəni uşaqlıq boynundan pap smear və yaxud da ki, eyni halda pap smear və HPV virusuna qarşı yoxlamağı təklif edirik. Və səhiyyədə ümumiyyətlə tibb sahəsində belə bir qaydalar vardır ki, hər şey qəbul olunmuş qaydalar və protokollar əsasında həyata keçirilir və Ümumdünya Səhiyyə Təşkilatının qeydlərinə görə, Ümumdünya Səhiyyə Təşkilatının tövsiyəsinə və tərtib etdiyi bir sxematik olaraq deyə bilərəm ki, hər bir pasiyent, hansı yaş qrupuna daxil olan pasiyentlər və kimlər pap testi və yaxud da HPV-ni etməlidirlər. Zəhmət olmasa rejissorumuzdan xahiş edərik hazırlanmış növbəti slaydı təqdim etsinlər. Mən belə bir məlumat verim bu pauza zamanı. Deməli, xərçəng xəstəliyinin diaqnozunu qoymaq üçün adətən bir toxumanın bir tikəsi və yaxud da ki, bir yaxma götürülür. Ondan sonra o yaxma baxılır. Hal-hazırda bu dediyimiz pap smear adı var bu yaxmanın. Və profilaktika, erkən diaqnoz üçün mütəmadi olaraq 2 ildən, 3 ildən, 5 ildən bir bu yaxmalar götürülür və yaş qruplarına qədər sizin də onu göstərərsiniz. Onlar olunur. Lakin burada belə bir moment var. İş ondadır ki, 10 il, 15 il müddəti yoxlanılır qadın mütəmadi olaraq, lakin sonuncu il görünür ki, burada bir dəyişiklik var. Və orada bir sual mənə gəlir. Yaxşı, bəs 10 il yoxlanılırdı. Niyə görə bu dəyişikliyi görmək mümkün olmurdu? Çünki o dəyişiklik yoxdur. Deməli, hüceyrə səviyyəsində dəyişikliyin əmələ gəlməsindən qabaq bir molekulyar səviyyədəki proseslər gedir və o molekulyar səviyyədəki proseslərin binövrəsində də dayanıb papilloma virusun insan hüceyrələrinin DNT-sinin dəyişdirilməsi və ona müdaxilə eləməsi. Bunun üçün fikirləşilir ki, əgər biz papilloma virusu bugün təyin eləsək, artıq biz o risk qruplarını bir an öncə təyin eləmək. Bir an deyəndə bir 10 il, 15 il qabaq. Bəli, çünki adi yaxmanın analizindən, həmin o Papa Nikolayeva testi, bəli, testi ilə bunu əldə eləmək olmur. Çünki artıq displaziya səviyyəsindən, yəni displaziya nə deməkdir? Toxumanın strukturunun dəyişilməsi, artıq tamlığının pozulması. Hələ ki, bu xəstəlik deyil, amma müəyyən bir patologiyadır, normada deyil.
Lakin bu displaziyanın 10 il, 15 il qabaq biz görmək istəyiriksə, biz onu virusun diaqnostikasının vasitəsilə görə bilərik. İndi siz slayd haqqında məlumat verin, mən davam edeyim. Mən qəbul olunmuş bir sxematik olaraq, yəni əslində sözsüz ki, hər bir pasiyentə və şikayətinə, yaşına uyğun olaraq kənara çıxmalar hər yerdə olduğu kimi burada da vardır. Amma ümumi qəbul olunmuş və sistemləşdirilmiş bir görüntü və nəticəyə gəlinmiş bir vəziyyət budur ki, Pap smer testi, yəni Papa-Nikolayeva testi ümumiyyətlə 25 yaşa dək və 65 yaşdan yuxarı olan pasiyentlərdə, yəni bu screening metodu aparılmır. Bizim bu danışdığımız müayinə, pap test, bunlar screening metodlarının içərisinə daxildir. Lakin hansı yaş qruplarında bunların aparılması daha önəmlidir və necə, hansı sxema üzərindən aparılması, bu baxımdan düşünürəm həm sizin üçün, əziz tamaşaçılarımız maraqlı olar və 50-64 yaş arası olan qadınlarda ildə bir dəfə insan papilloma virusuna qarşı test aparılmalıdır və onunla bərabər, yəni əgər burada insan papilloma virusunun və xəstənin yaşı 24-49 yaş arasındadırsa və əgər insan papilloma virusuna yoxlanılmış müayinənin nəticəsi negativdirsə, bu zaman bu pasiyentlərə Papa-Nikolayeva testi, yəni PAP test 3 ildən bir aparılması tövsiyə olunur. Çünki artıq negativ varsa əlimizdə, yəni risk azalmış. Bəli, risk doğru doktor. Yəni onu tam olaraq çatdırmaq istəyirəm bizə dinləyənlərə və 50-64 yaş qrupunda olan xanımlarda isə bu test ümumiyyətlə əgər həm insan papilloma virusuna, HPV virusuna və o cümlədən Papa-Nikolayeva testinin bərabər aparılması daha məqsədə uyğundur. Çünki yaş artdıqca xəstəliklərin də daha çox biruzə verə biləcəyi riski yüksək olduğu üçün onların hər ikisinin müştərək formada aparılması daha məsləhətlidir. Və əgər doğrudan da burada da negativ bir nəticə, yəni siz bayaq qeyd etdiniz, yəni Papa-Nikolayeva testi həqiqətən də uşaqlıq boyunun selikli qişasının tamlığının, intraepitelial zədələnmənin olub-olmadığını bizə göstərir. Bu isə öz növbəsində, yəni bizim götürdüyümüz yaxmalarda sizin diaqnostikların, patokistoloqların verdiyi rəylərin nəticəsində biz qərar veririk. Əgər low seal, yəni daha və yaxud da ki high seal, yüksək zədələnmə ocağı aşkarlanıbsa bir pasiyentdə, bu sözsüz ki, başqa bir müalicə taktikası və digər müayinə taktikası seçilir və aşağı intraepitelial, ümumiyyətlə və yaxud da intraepitelial zədələnməsi yoxdursa, bu xəstələrdə 5 ildən bir olunması daha məsləhətlidir və ən son olaraq isə 65 yaşdan sonra 65 yaşdan ötə xanımlarda əgər və bu sözsüz ki, həqiqətən bu normativlərə riayət edən pasiyentlərdən söhbət gedir. Doğrudan da əgər 65 yaşa qədər bir xanım, bir pasiyent bu müayinələri vaxtı-vaxtında etmişsə və əlində bu müayinələrin negativ cavabları varsa, 65 yaşdan sonra bu pasiyentlərə bu testlərin aparılması, yəni screening olunması ehtiyac yoxdur, lüzum yoxdur. Və bir məqamı da toxunmaq istəyirəm dinləyicilərimiz arasında, bəlkə əməliyyat keçirtmiş və artıq uşaqlıq genital orqanlarının əməliyyatına məruz qalmış və yaxud da uşaqlığın amputasiyası əməliyyatına məruz qalmış, lakin uşaqlıq boyunu saxlanılmış pasiyentlər varsa və onlara da bunu aydınlıq gətirmək istəyirəm ki, əgər tamamilə ekstrapolasiya, yəni total histerektomiyaya məruz qalmış pasiyentlərdirsə, onlar da 5 ildən bir bu yaxmanın sadəcə uşaqlıq yolu verilməsi, lakin uşaqlıq boyunu saxlanılmışdırsa və amputasiya əməliyyatına məruz qalmışsa, çünki bildiyimiz kimi problem, virus sırf uşaqlıq boynunu zədələyir. O baxımdan, yəni düşünməyin ki, əziz xanımlarımız ki, mən zaten yəni bizdə insanlar sadəcə fikirləşə bilər ki, zaten mən əməliyyat keçirtmişəm və həqiqətən uşaqlıq, borular, yumurtalıqlar, yəni hər bir bu bir məhfum olaraq, yəni mən bu gün artıq pasiyentlər həkim auditoriyası üçün yox, bizi dinləyən sıravi vətəndaşlarımızın anlayacağını və onları düşündürüb sadəcə bəlkə sual verə bilməzlər və ürəklərində qalmasın deyə buna aydınlıq gətirmək istəyirəm ki, əgər hətta uşaqlıq cismi, yumurtalıq, boru bunlar götürülüb və boynu saxlanılıbdırsa, bütün bu aparılan screening metodları, pap smear, HPV, kolposkopiya, ginekoloji baxış onlara da aiddir və əksinə onlar belə daha çox nəzarətdə olmalıdırlar və həkimə
doktor, mən bilirsiniz necə düşünürəm, biz bəlkə həkimdən, xəstəlikdən yox, vaxtı, zamanı buraxmaqdan qorxmalıyıq. Yəni virusdan yox, virusun yaratdığı fəsadlardan da yox. O buraxacağımız və bizim üçün çox önəmli olan bir zamanın əlimizdən çıxmağından qorxmalıyıq. Yəni xəstəlikdən yox, itirəcəyimiz, yəni xəstəlik sağalandır, əgər vaxtında müraciət ediriksə. Doktor, siz tərəfdən, yəni sizin sahənizdə bu sözsüz ki, indi dinləyicilərimiz üçün də maraqlı olar, hüceyrə səviyyəsində gedən bu dəyişikliklər, xəstələrə sözsüz ki, bunların çatdırılması, psixoloji travmadır, bu xəstə bunu qəbul eləmək istəməyəcək bəlkə də və bütün bunların yaşanılmaması üçün, çünki çox vaxtında və düzgün təqdim etdilər bu slaydı. Baxın, əgər biz həqiqətən bayaq öncə sadaladığımız kimi, əgər siz də razısınızsa, displaziyanın bu 3 mərhələsində CR instituya keçənə qədər pasiyent həkimə müraciət edərsə və orada orqan saxlayıcı əməliyyatlar, o cümlədən uşaqlıq boyunun klinizasiyası və hətta bəzi hallarda sadəcə xəstəni dinamikaya almaq nəzərdə tutuluruqsa, artıq bu zamanı buraxdığı halda nəinki orqan saxlayıcı əməliyyatlardan, xəstələrin kimyəvi terapiyası, İnsan həyatının saxlanmasından gedir artıq söhbət. Bəli, doğru. Nəinki orqanın, insan həyatının saxlanması və hətta keçirim və nə yaxşı və nə xoş bizə ki, müraciət edən hər bir xəstəyə bəli, siz əməliyyat oluna biləcəksiniz sözü deyə bilək. Və bir haşiyəni, yəni bir pasiyent üzərindən qurmaq istəyirəm. Doktor, bu yaxınlarda həqiqətən bəlkə də çox təsirləndirici bir vəziyyət idi. Pasiyent 36 yaşında və 4 doğuş etmiş bir pasiyentdir. Qadın məsləhətxanasında aparılmış müayinələr nəticəsində, yəni qadın məsləhətxanasında müayinələrdən keçmiş və bu zaman uşaqlıq boynunun tamlığının pozulması, uşaqlıq boynuna toxunduqda qanayan yaranın olması və paralel artıq bu xanımın həyatında ikinci bir ailənin olduğunu və yəni anamnestik olaraq da keçirmiş olduğu bu 4 doğuşların olduğunu, bütün bunları ümumilikdə bir fikir formalaşır biz həkimlərdə. Sözsüz ki, müraciət etdikdə qadın məsləhətxanasına bizim onkoloji klinikamıza Tibb Universitetinin göndərildikdə pasiyent baxış zamanı uşaqlıq boyunluğunun həqiqətən də nəinki artıq burada pap smeardən, yəni artıq bir gecikmiş bir formanı gördünüz, elə başa düşdüm ki, bəli, çox təəssüf hissi ilə deyirəm bunu və nə HPV, yəni insan papilloma virusuna qarşı olunan bu testlər, bu pap smear, yəni bunlar artıq gücsüzdür sanki. Yəni sizin sözünüzü elə bil ki, Tamamlayım, yox, onun bu qorxunc tərəfinin əslində bir müsbət bir mesaj var. Bunu biz çatdırmaq istəyirik ki, xoşbəxtlikdən bu xəstəliyin qarşısının alınmasının yolları var. Bəli. Söhbət bundan gedir. Doğru. Çünki bir çox onkoloji xəstəliklərin qorxulu hissəsi nədir? Çünki adətən onlar aşkarlananda gec olur. Doğru. Və bu dünyanın bütün hər bir yerində belədir. Qlobal problem. Hər yerdə belədir, bunu hər kəs bilir. Simptomsuz gedir. Və bəli, simptomları gedir və simptomu özünün yox, gerçəkən demişkən onun ağırlaşmalarının simptomları var, özünün heç bir simptomu yoxdur və s. Yanaşı gedən. Bəli, yanaşı xəstəliklərin. Amma hal-hazırda bu xəstəliyi biz qarşısını necə ala bilərik və kifayət qədər effektiv yolla və bugünkü gündə bütün dünyada buna çox böyük, çox yaxşı önəm verilir və effekt alınır. O effekt alınır və pap smear, yəni yaxmanın diaqnostik, patomorfoloji diaqnostikası ilə alınan effekt bugün sinerji olaraq papilloma virusun diaqnostikası ilə biraz da güclənilir. Çünki artıq yaxma bir neçə il bizə zaman verirdisə, papilloma virusun diaqnostikası biraz da o vaxtı bizə, həkimlərə, sizlərə, çünki siz artıq o əməliyyatları edirsiniz. Və sanki biri-birini tamamlamış olur, yəni demək istəyirsiniz. Yəni biri-birini tamamlayır və məlumatı gücləndirir. Çünki virusun aşkarlanması hələ onkoloji xəstəlik deyil. Onun üçün virusun sadəcə müəyyən bir informasiyadır. Bu informasiyanı verir.
Bunu demək istərdim. Siz davam edin, üzr istəyirəm. Yox, çox yaxşıdır doktor. Əslində diskussiyanız, müdaxiləniz. Baxın, məndə də belə bir sual doğurdu doktor. Necə ki biz bu gün əminliklə ekran otayında əyləşən tamaşaçılarımızla, izləyicilərimizə deyirik ki, pap smear, insan papilloma virusuna qarşı aparılmış testlər, bunlar vacibdir. Mən, yəni elm həmişə durmadan inkişaf edir, tibb sahəsi xüsusilə. Yəni yeganə bir sahədir ki, biz də doğma tibb universitetimizdə, doğma tibb ocağımızda təhsil aldığımız müddətdə həmişə deyirlər ki, insan həqiqətən biz daim özlərimizdə işləyib yeniliklərə nəinki qəbul edib, həm də riayət etməyi bacarmalıyıq. Doktor, mənə maraqlıdır və bir kənara çıxmadır, amma bu sualı sizə ünvanlamaq istəyirəm. Çünki siz bunun xromosom səviyyəsində, daha çox yəni hüceyrə səviyyəsində, gözlə görünməyən bir səviyyədə gedən dəyişiklikləri bizə çatdıra bilərsiniz. Doktor, baxın, bir xəstəliyin diaqnostikası üçün insan papilloma virusu, pap smearın önəmi yüksəkdir. Bunları etmək lazımdır. Bəs öncələyən bir testlər, yəni sadəcə bir genetik, siz bayaq bir insan DNK-sına, yəni tarixinə nəzər salsaq, mən sadəcə uzaqlaşmaq istəmədim və 1983-cü ildə ilk dəfə qadınların DNT-sində aşkarlanmışdır bu HPV-nin 16 genotipi və buradan o dönəmdən bugünə qədər artıq 37 ildir ki, bu virusun bizimlə bir simbiyoz həyat keçirməsinin şahidi oluruq. Mən gen testlə bağlı, yəni son Alman tədqiqatları 3-4 ilin bir məlumatlarına əsasən və onlar hesab edirlər ki, insan papilloma virusu, pap smear bunların aparılması ilə bərabər gen testlərə üstünlük verilməlidir. Yəni nədir bu gen test? Bizim bugün də mən tamaşaçılarımız üçün də biraz aydın olsun deyə doktor sualı ünvanlamamışdan öncə açıqlama vermək istəyirəm. Bütün xəstəliklərimiz, saçımızın rəngi, dırnağımızın forması, boyumuz, xasiyyətimiz, hər bir şey bizim genetikamızda, genomumuzda formalaşmışdır və bizim hətta keçirə biləcəyimiz xəstəliklər barəsində orada yəni qoyulmuş bir məlumatlar vardır. Gen testin aparılması ilə sanki bu Alman tədqiqatları insanlara onu çatdırmaq istəyirlər ki, siz nəinki bu xəstəliyə mən yoluxub-yoluxmaya bilərəm. Mən 3 il, 4 il öncə ümumiyyətlə mənim genetikamda, yəni mənim genomumda bu xəstəliyə qarşı qoyulmuş bir genlər varmı? Doktor, necə düşünürsünüz? Yəni nə dərəcədə bu özünü doğruldacaq bu tədqiqatlar, nə dərəcədə bunların aparılmasına ehtiyac vardır? Maraqlı sualdır. İş ondadır ki, son illər bioinformatika deyilən belə bir elm inkişaf eləməyə başlayıb, fantastik bir sürətlə və hətta onun qolları əmələ gəlib bioinformatikanın. Bioinformatika nədir? Yəni aldığımız genetik məlumatların informatikası ilə araşdırıb hər hansısa bir nəticələrə gəlmək. Ötürülməsi sanki də. Məsəl üçün, yox, nəticəyə gəlmək. Orqanizmdə, yəni Yox, mən analiz, məsəl üçün bizim laborator klassik bir analizimiz necədir? Bir maddəni qatdıq başqa bir maddə ilə, onu da qatdıq qanla, əmələ gəldi bir rəng. Biz də etdik ki, bu pasiyentdə glukoza yüksəkdir. Misal üçün, bu klassik formadır. Amma bioinformatikada necədir? Bioinformatikada alınır rəqəmlər. Rəqəmlər və milyonlarla alınan bir rəqəmlərdir. Yəni, bu rəqəmlər nədir? O DNT-nin ardıcıllıqlarından gedir. Həmin o hərflər, həmin o sözlər və sonra onların araşdırılması vasitəsi ilə hər hansısa bir xəstəliyə və yaxud insanın siz dediyiniz kimi parametrlərinə artıq bir müdaxilə düzdür, eləmək istəyirlər, amma o qeyri-qanunidir hazırda. Amma ən azından araşdırıb görmək olur o məlumatları. İndi söhbət onkoloji xəstəliklərdən gedəndə biz bilirik ki, onkoloji xəstəliklər çox geniş bir anlayışdır və bu molekulyar səviyyədə biraz da genişdir. Məsəl üçün, klinik səviyyədə biz deyəndə hər hansısa bir orqanın xərçəngi, misal üçün, epitelial, məsəl üçün, dəri xərçəngi dedik, hər kəs bildi bu dəri xərçəngi nədir. Amma molekulyar səviyyədə onun bir 100 növü var. Nəyə görə? Çünki hər o xəstəliyi yarada bilən bir genin, birincisi o gen bir dənə deyil, onlar da yüzlərdir. Təsəvvür edin ki, hər gen özü də bir neçə min hərfdən ibarətdir. Və o, hər hansısa bir yerdə o dəyişiklik baş verə bilər və bu da öz başına yenə də xəstəliyə gətirmir. Burada hələ ətraf mühitlə
bir əlaqə də lazımdır. Necə? Çünki insan da böyüyəndə geni və onun genin Təsir edən faktorlar. Təsir faktorları düppədüz bravo. Və buna görə belə araşdırmalar var və onlar müəyyən tərəfə istiqamətləndiriblər və doğrudan da bəzi informasiyaları verirlər. Məsələn üçün farmakogenomika bugün bir sahə var. O hansısa bir dərmanlara aid olan insanın həssaslığını və yaxud həssas olmamağını, həmçinin xərçəng xəstəliyinin konkret bir növünün həssas olub-olmamağı haqqında məlumat verir və necə ki biz antibiotikların tədavisini etməmişdə bir misal olaraq yəni beynimdə formalaşdı. İnsanlara daha başa düşülsün, yəni izləyicilərimizə nə üçün biz yəni iltihapdır və yaxud da ki antibiotikoterapiya ehtiyac duyula bilir. Amma məhz hansı qrup antibiotikoterapiyanın aparılması üçün yəni ki bu belə bir müayinələr və araşdırmalar var. Onların gələcəyi var sözsüz ki, çünki bu məlumatların altından gec-tezi çıxılacaq və hansısa bir göstəricilərə gəlib çıxacaqlar və çıxacaq hamımız bir yerdə. Sadəcə bu artıq personalaşmış tip. Personalaşmış tip o deməkdir ki, daha da detallı olaraq hər bir insanın genetikası araşdırılır. Yəni bugün necə ki biz 1-2 parametri yoxlayırıq və yaxud 5-6 parametri yoxlayırıq. Siz təsəvvür eləyin ki, axı hər kəsin genetikasında biraz fərq var. Ona görə əgər biz individual formada xəstəliyi, individual insanda axtardığımız bir xəstəliyi daha detallı araşdırmaq istəyiriksə, deməli sırf onun genomu araşdırılmalıdır. Yəni bunun üçün var, bir müddət var və gələcəkdə... Yəni zaman lazımdır. Düşünürəm, sualımın cavabı olaraq siz bu yeniliklərə sözsüz ki, heç birimiz əks deyilik, amma bunun üçün də bir zaman lazımdır. Və mən burada bəlkə də yerinə düşər və artıq profilaktikanın bir qolu olaraq da deyə bilərəm ki, vaxtı ilə insan papilloma virusuna qarşı da vaksinasiyanın tətbiq olunması, istifadəsi, yəni ümumiyyətlə elmdə çox görmüşük ki, fikirlər həmişə ikiyə ayrılır. Bunun tərəfdarları və əksinə gedənlər. Amma mən bir insan olaraq düşünürəm, bir fərd olaraq burada fikrimi bildirmək istəyirəm ki, münaqişə yox, mübahisə yəni olmağı daha yaxşıdır. Nə üçün? Çünki hardakı diskussiya var, hardakı araşdırma var, hardakı qəbul olunmama riskin var. Orada insanların sadəcə nəyisə əldə etməsi var. Və vaxtı ilə bugün bəlkə də bu gen testin verdiyim bu sualdan dolayı kimlərsə qəbul etməsə də, necə ki, insan papilloma virusuna qarşı aparılmış bu vaksinasiyanı vaxtı ilə qəbul etmirdilər. İndi artıq bütün dünyada və Avropa ölkələri daxil, inkişaf etmiş ölkələrdə və bu profilaktikanın əsas... Bəzi ölkələrdə mütləq olunur. Bəli, onsuz hətta insanların sanki hərəkəti, yəni digər bir etap işə götürülməsi, yəni bu bir skrininq metodları kimi, vacib bir metod kimi check-up müayinələrin içərisinə daxil olmuşdur ki, bu vaxt necə ki biz yeni doğulandan bugünə qədər digər hepatitə görə, BCG vərəmə görə peyvəndlər alırıq və dünyada da profilaktikası üçün birinci yerdə insan papilloma virusunda aparılmış 9 yaşından başlayaraq, çünki düzdür, bəlkə bizim tamaşaçılarımız və bizi dinləyən insanlar üçün biraz qəribə gələr. Nə üçün 9? Çünki erkən cinsi həyata başlamamışdan, yəni öncə aparılmalıdır və doktor, sizcə bunun tətbiqi və yolları nə dərəcədə xəstəliyin... Mən ümumiyyətlə bütün peyvəndlərin tərəfdarıyam və hər yerdə çalışıram o məlumatı deyim. Nəyə görə? Çünki biz peyvəndlərin hesabına bir çox xəstəliklərin arxada qoymuşuq. Yəni bugün əslində bu koronavirus bizi biraz aciz, bütün tibb sistemini aciz qoydu, bütün bəşəriyyəti aciz qoydu. Necə oldu ki, indiyənə qədər bu qədər inkişaf eləmiş tibb bir virusla bacara bilmir. Bu əslində mənim dediyimə biraz da dəstək verir. Yəni araşdırmaların daha da dərindən, daha da çox aparılması lazımdır və özümüzü o qədər rahat hiss eləməməliyik ki, biz misal üçün hər kəsi
belə gözəl avadanlıqlarla yoxlayırıq, belə gözəl bir tip güclü yəni, elm nə qədər inkişafımız inkişaf var. etsə də, Baxın, insan əməyinə ehtiyac daha çox duyulur. Belə başa düşdüm. Və real əməyə və real elmi araşdırmalara. Düşünən beyinlərə. Bəli, bunlara, beyinlərə və onların nəticələrinə. Peyvənddəki, peyvəndlərin, siz təsəvvür eləyin ki, elə xəstəliklər var, onlar indikindən daha çox ölümcüllük səviyyəsi var idi. O xəstəliklər qaldılar arxada, artıq bir tarixdə. Bəli. Və bu yaxınlarda biz, mənə elə gəlir ki, hər kəs gözləyir ki, koronavirusa aid bir peyvənd çıxsın və mənə elə gəlir ki, çox insanlar dayanacaq növbədə ki, birinci bizə o peyvəndi vurun, heç yoxlamadan. İş ondadır ki, peyvəndin bilirsiniz necədir? Biz peyvənd onsuz da hər zaman oluruq. İstədikmi, istəmədik biz viruslarla qarşılaşırıq. Onu bizə iynə formasında vursalar da və yaxud biz onu qida ilə qəbul etsək də, biz onu onsuz da olur. Qoy elə olsun iynə formasında nə olar ki, əsas odur ki, xəstəlik inkişaf eləməsin və papiloma virusuna aid də bu peyvənd araşdırılanda düzdür, bəlli oldu ki, təəssüf ki, bir peyvənd digər hər kəsə təsir eləmir. Onun virusların biraz özəllikləri var öz arasında, amma yenə də multivalent deyirlər buna. 4 valentli və hətta 9 valentli bugün Amerikada peyvənd tövsiyə olunur. Bir peyvənd 9 növ papiloma virusun qarşısını alır və bəzi ölkələrdə, Avstraliya, İsrail kimi ölkələrdə həm oğlanlara, həm qızlara vurulur. Hətta onlar o yaş həddini biraz qaldırmağa başlayıblar ki, yəni eyb yoxdur. Əgər insan peyvənd olmayıbsa və onun virusu yoxdursa, hətta 30 yaşında belə peyvənd olunmasını indi son zamanlar deyirlər ki, olar. Yəni, əslində də belə baxanda... Əslində, bu, doktor, axı, biraz, yəni, nə üçün bu peyvəndlərin effektliyi, yəni, tibdə özünü göstərdi? Çünki cinsi həyata başlamadan öncə, yəni, virusla kontaktı olmadan peyvənd olunarsa, o baxımdan, amma əgər 30 yaşına qədər, yəni, bu nə dərəcədə sizcə? Ola bilər ki, qarşılaşmasın insan 30 yaşına qədər. Belə hallar olur, yəni araşdırsaq görərik ki, hər kəsdə çıxmır virus. Yəni bəs onun latent dövrdə qalması, doktor, yəni bizim əlimizdə olan aparılmış müayinələrimizdə bilinmir, amma xəstə buna yoluxmuşdur, latent dövründədir. Biz də ona peyvənd edirik. Peyvənd, bilirsiniz, peyvənd orada virusun, yatmış virusun özünə bir təkamül, bir, necə deyim, bir inkişaf üçün siqnal vermir. Ona görə peyvənd, yəni ən azından, ən pis halda bu olacaq müəyyən bir simptomlar, klinik əlamətlərlə özünü göstərəcək. Müəyyən bir, özünü viruzə verəcək. İmmunitet orada olur da, allergik fason reaksiyalar. Antitellər yəni yarandığı. Bəli, yəni peyvəndin ən qorxulu hissəsi onun özü yox, onu peyvəndi hazırlayan zaman orada müəyyən bir kimyəvi maddələr əmələ gəlir. O maddələri təmizlənməsi, ona görə deyirlər, məsəl üçün, bu ölkənin peyvəndi yaxşı deyil, o ölkənin, eşitmişsiniz yəqin ki, belə sözləri. Bəli, əlbəttə ki, mənə də çox maraqlı gəldi. Həqiqətən eşitmişdim, amma nədir bunun kökündə dayanan? Kökündə odur ki, malın keyfiyyəti, istehsal olunan malın, siz təsəvvür edin, o peyvənd axı birbaşa istehsal olunmur, o hansısa bir zulaldır. Emal olunur, texniki, termiki. Ondan sonra o 1000 dənə mərhələdən keçir, təmizlənmiş, hazır, düzgün konsentrasiyada, düzgün maddələrin, düzgün konservantların içində. Yəni, kifayət qədər mürəkkəb bir prosesdir. Və ona görə həmin o emal vaxtı əmələ gələn digər yan təsirlər və onların digər maddələr, məsələn, kazein kimi bir zülal ola bilər orada olsun. Kazein çox allergik, yüksək bir allergiya verə bilən maddələrdən biri. Ona görə peyvəndlər belə bir qorxu yaradır. Amma bu belə olmamalıdır. Biz peyvəndlərdən imtina eləsək, biz qayıdacağıq yenə də orta əsrlərə. Yəni, bu ona görə gəlin qayıtmayaq, çalışaq irəli gedək və papiloma virusunda peyvəndinin artıq effekti olmasını araşdırmalar, ciddi bir araşdırmalar göstərir. Bilirsiniz ki, FDA, Amerikanın bu Food and Drug Administration, onların çox ciddi bir qurumudur. Onlar dəstəkləyib və bir çox inkişaf edilmiş ölkələrdə aparır. Yəqin ki, hər yerdə olsa o bir o qədər də yaxşıdır. Yəni, risklərin miqdarlarını, səviyyələrini xeylən azaltmış olur. Yəni, profilaktikasında birinci biz həqiqətən peyvəndlərin üzərində dayanmalıyıq və... Bir də diaqnozum.
Əgər peyvənd bundan sonrakı həyat, Etaplar üçündür. amma bundan əvvəlkilər üçün neyiniyək? Burada diaqnoz gedir və diaqnozda da mən demək olar ki, ən elə yadımdan vacib bir şeyi yadımdan çıxaracaqdım. Söhbət nədən gedir? Təsəvvür eləyək ki, bir nəfər gəlib diaqnoz üçün biz ondan götürdük materialı, yaxmanı və orada virusu tapdıq, hər hansısa bir formasını. Ondan sonra amma klinik heç bir əlamətlər yoxdur. Həkim müəyyən bir digər müalicəvi ya profilaktik ya nəsə bir tədbirlər görür, deyir, get müəyyən müddətdən sonra dinamikaya alırıq. Yenə biz bəli yoxlayaq görək. İkinci dəfə yenə aşkarlanır. Və belə halda nə etmək lazımdır suallarını götürmək üçün bugünkü diaqnostikanın sözü nədir? Mümkün qədər kəmiyyət miqdarlarını vermək. Virusların sadəcə olub-olmasını yox, onların miqdarını və hüceyrəyə qədər nə qədər. Çünki az miqdarda olan, nəyə görə deyirlər, eyni virus bir orqanizmdə xəstəlik törədə bilir, digərində isə bəli. Çünki özünü burada daha aqressiv formada aparır. Aqressiv formanın da bir növü nədir? Çoxalma. Deməli, miqdarı ölçməklə biz virusun aqressivliyini, konkret bu orqanizmdə olan virusun nə dərəcədə aqressivliyini öyrənirik. İkincisi də ki, ikinci müayinə, siz müəyyən tədbirləri gördünüz. İkinci dəfə yenə ölçürük. Artıq miqdarın çox olub az olmasından biz bilə bilərik ki, bizim tədbirlərimiz effektivdir ya yox. Yəni mümkündürmü bunu bugün təyin etmək? Bu yəni bizdə, bəli, təbii ki, müasir həmçinin bizdə konkret olaraq bizim laboratoriyamızda virusun belə bir test var. Bu virusun 15 ən çox yayılmış növlərini yoxlayırıq. Eyni zamanda bir müayinənin içində və onlar 6 qrupa bölünüb və o qrupların içində bir miqdarlarını təyin edirik və göstərəndə artıq həkimlərə bir qrafik formada o nəticə göstərilir. Orada artıq bəlli olur ki, görəsən bu virus var və miqdarı nə qədərdir. Bu da önəmlidir. Bir sual meydana çıxdı məndə. Doktor, nə zaman kəmiyyət yoxlamağa ehtiyacımız var? Yəni, nə zaman qeyd etdiniz, əgər pozitiv çıxırsa klinik əlamətlər yox? Ən azı ikinci dəfələrdən sonra. Yəni, məsələn, birinci dəfə ola bilər ki, sadəcə olub-olmamasını yoxlayaq. Bəli. Amma biz axı istəyirik dinamikanı izləyək, istəyirik ki, bunun effektini müəyyən bir müalicəvi tədbir göstərdik. Düzdür, müalicə deyəndə siz onu, yəni ki, özünüz o haqda deyəcəksiniz. Virus orqanizmdən çıxmır. Bu aydın məsələdir. Virus üçün biz müalicə deyəndə onun fəsadlarını müalicə eləyirsiniz daha doğrusu siz həkimlər, biz diaqnostik. Amma hardan bilək, belə deyək, virusun biz müəyyən bir müalicəvi effektdən sonraki etapda, mərhələdə onun nəyə nail olduq, necə bilək? Bax, onu miqdarın ölçməsi ilə sadəcə titrini təyin etməklə. Dolayısıyla titr deyə bilərik ona. Bəli, orada artıq biz o məlumat bizim üçün kifayət qədər dəyərli olur. Sizin üçün, xəstə üçün kifayət qədər dəyərli olur. Çünki əgər aqressiv deyilsə, əgər prosesi yatdıra bilmişiksə, virus nə edir? O miqdarı artıq azalır. Və bununla demək ki, aparılmış bu diaqnostik üsulların köməyi ilə kəmiyyət, keyfiyyət təyini ilə biz proqnozu verə bilirik xəstəyə ən çox. Çünki həmişə doktor pasientləri maraqlandıran sual olur həmişə. Bu müalicə mənə nə qədər təsir edəcək? Nə qədər bu müalicənin bununla mən tamamilə azad olacağammı? Yəni proqnoz bizim üçün bəlkə xəstəliyin gedişatında təyin olunursa, çünki biz hələ bilmirik, orqanizmi tanımırıq, onun təyin etdiyimiz preparatlara, xəstəliklə immun statusuna məlumatımız yoxdur. O necə bunu qəbul eləyəcək və necə reaksiya verəcəyini. Pasientlər üçün isə tam əksinə olaraq ilk öncə bu məqam maraqlıdır. Amma siz ən vacib proqnozu verə bilirsiniz. Bəli, proqnozu verə bilirik. Sözsüz xərçəngi siz xərçəng olmayacaqsınız. Və ilk öncə başlayanda da onu biz söylədik ki, yəni insan papilloma virusunun olması hələ də xərçəng olmaq demək deyil. Amma sizin diaqnoz aparılmış müayinələriniz nəticəsində biz ən azından xəstəyə deyə bilirik ki, sizin orqanizminiz buna nə dərəcədə tabe olur və necə nəticə əldə edəcəyik biz? Mən bir sənə demək istəyirdim, fikrimi yəni ki, izah edəm mən.
virus aşkarladıqsa, Bəli. biz nəyə görə deyə bilərik ki, siz ən azından uşaqlıq xərçəngindən siz Uşağı boyuna əziyyət xərçəngin. çəkməyəcəksiniz. Nəyə görə? Çünki artıq virus aşkarlanandan sonra pasiyent nəzarət altındadır. Dinamika. Və onu siz qoymayacaqsınız. Siz onu qoymayacaqsınız ki, o artıq xərçəngə keçsin. Doktor, Bu doğrudur. mesajım, əsas mənim mesajım budur. Amma bəzən həmişə də pasiyentlər bu qədər özlərinə diqqətli olmurlar. Yəni müəyyən bir etapa gəldikdən sonra artıq məndə heç nə yoxdur deyib, o dinamikanı həkim, yəni çox düzgün qeyd etdiniz və çox yerində və sizin üçün doğrudan təşəkkür edirəm. Burada 50-50-yə, 50-50, yəni 50% həkimin üzərindədirsə, həkimlərin üzərinə düşürsə ki, xəstəyə doğrudan da bu vəziyyətdən onu çıxartmağa və xəstəliyin aqressiv inkişafının ləngitməyə yönəlibsə, 50% pasiyentlərdən asılıdır. Yəni pasiyent düzgün, vaxtında, ünvanlı həkimlərə müraciəti olunmalıdır. Bu olarsa, biz birlikdə, yəni bütün bu deyilənləri riayət etsək, düşünürəm ətrafımızda nə xəstəlik, nə xəstə insanlar olar. Düzdür, deyilməsi çox gözəl səslənir, amma nail olmağımız da bizim üzərimizdədir. Sanki step by step, addım-addım buna gəlməklə nəticəni əldə edə bilərik biz. Əgər vaxtımız bizə imkan verirsə, suallarımıza müraciət edək. Mənə elə gəlir ki, bizə o internetin suallarını bizə verənə qədər müəyyən bir suallar göndərmişlər məncə olmalıdır orada. Onları çalışaq açıqlandıraq. Məsəl üçün belə bir sual mən gördüm. Nə dərəcədə kişilərdə bu virusu yoxlamaq lazımdır? Bu artıq necədir? Deməli, kişilər HPV testi üçün analiz verməlidirlər. Verməlidirlərmi və hansı hallarda? Sadə desək verməlidirlər, amma hansı hallarda? Kişilərdə sözsüz ki, uzun müddət qadınlarda kimi bu virus yaşamır. Deməli, əgər simptomlar varsa birincisi, ikincisi də ki, onun yoldaşında bu virusun şübhəsi varsa, yaxşı olar ki, kişilərdə yoxlasınlar. Çünki belə halda biz o virusun kişinin orqanizmində qalıb-qalmamasını təyin edə bilirik və ən azından heç olmasa onun da bir növünü tapaq. Siz bilirsiniz, bəzi hallarda olur insanda bir neçə növ virusun eyni zamanda yaşanması. Bir neçə növ. Və o qədər də yaxşı bir şey deyil. O belə halda bayaq siz proqnoz dediniz. Belə daha pis proqnostik bir meyar kimi özünü göstərə meyardır. Bəli. Hətta biz onu görürük. Aşağı riskli virusların və yüksək riskli virusların eyni zamanda yaşanmasını da araşdırıb bir neçə pasiyentlərimizdə mütəmadi olaraq demək olar ki, hər həftə belə pasiyentlər bizdə müşahidə olunur ki, bəli, onların eyni zamanda bir neçə virusla yaşayırlar. Yəni demək istəyirsiniz ki, bəlkə də xəstə bu virusdan deyil, digər virusların onun orqanizmində göstərdiyi yan fəsadların nəticəsində həyatını itirmiş ola bilər və daha kəskin əlamətlərlə özünü göstərə bilər. Həmçinin və ən azından bu əgər kişinin orqanizmində əgər bu virus aşkarlanırsa, onlar da kişilər də ehtiyatlı olmalıdırlar və bu virusun birincisi yaymamağını fikirləşməlidirlər. Daşıyıcı olaraq. Bəli, daşıyıcı olaraq onu fikirləşməlidirlər. İkincisi də ki, əgər bunun bir simptomları, bunun bir başqa bir fəsadları varsa, əlamətləri varsa, onlarla mübarizə eləmək yaxşı olardı. Əsas yəni bu iki momentə fikir vermək məsləhətdir. Ona görə bəli, qısa sözlə desək, bəli. Doktor, çox sağ olun cavablandırdığınız üçün. Düşünürəm izləyicilərimiz qane oldu bu sualla və bir suala daha aydınlıq gətirmək istəyirəm. Düzdür, biz artıq bunun haqqında danışdıq, amma qısacası uşaqlıq boyunu skrininqinə hansı müayinələr daxildir və biz qeyd etdik, uşaqlıq ginekoloji baxış, Pap smear testinin aparılması, insan papilloma virusunun testinin təyin olunması, kolposkopik müayinə və ehtiyac olarsa biopsiyaların alınması. Burada bir çox suallar var, doktor. İnşallah ki, düşünürəm bunları ünvanlı şəkildə həm sizin, həm mənim e-mail ünvanlarımıza yönəltsək, bu dinləyicilərimiz və izləyicilərimiz üçün sualları cavablandırmış olarıq və
düşünürəm efir vaxtımızın bitməyinə bir az qalmış bir müddətdə bir yekunlaşdıraraq bir sözümüzün bugünkü çıxışımızın, bugünkü maarifləndirici xarakter daşıyan bir çıxışımızın bir Türklər demiş püf nöqtəsinə, bir kulminasiya nöqtəsinə gəlmək istəyirəm və nəticə etibarilə biz buna gəlirik ki, xəstəliyin yayılması, yaranması, inkişafı və diaqnostikası üçün ilk öncə yenə deyirəm, xəstələrin, pasiyentlərin maariflənməsi çox önəmlidir. Pasiyent bilməlidir ki, bu xəstəlik var və bu xəstəliklə mən mübarizə aparmalıyam. Və maariflənməsi bizim, sizin, ətrafımızdakı olan insanların, yəni hər birimizin üzərinə düşür. Sanki məsuliyyəti bölmüş oluruq. Tək həkimləri deyil, pasiyentlər də maarifli olması bizim üçün önəmlidir. Və fürsətdən istifadə edib bu dönəmdə həqiqətən də bizim ətrafımızda virusların tuğyan etdiyi bir dövrdə medical media kimi ilklərə addım atan mediaçılara çox ehtiyacımız var. Çünki həqiqətən bu pasiyentlərin və o cümlədən sıravi bir vətəndaşların, insanların, o cümlədən biz həkimlərin pasiyentlərə düşündürən suallarına cavab verməsi üçün tam təmənnasız, heç bir sırf maarifləndirici bir xarakter düşünərək, daşıyaraq bunların təqdim olunması üçün çox böyük bir addımdır, çox böyük bir işdir. Bizim həqiqətən bu tip mediaçılara ehtiyacımız var və doktor, o cümlədən sizə çox təşəkkür eləmək istəyirəm. Həqiqətən bugünkü efiri bərabər sizinlə öyrəndiyim, məni düşündürən suallara cavab aldığım üçün, dəyərli vaxtınızı bizə sərf etdiyiniz üçün, bizi izləyən tamaşaçılarımıza, sualları ünvanlayan və yarımçıq qalan, cavablandıra bilmədiyimiz tamaşaçılardan üzr istəyirik və əminliklə vurğulaya bilərəm ki, biz bu sualları mütləq cavablandıracaq, tamaşaçılarımıza təşəkkür etmək istəyirik və bütün zəhməti keçən sizin idarə heyətinizə, hər birinizə bütün təşəkkür edirik və mən bir infeksionist çıxışıma bununla son vurmaq istəyirəm. Doktor, sonra söz sizdə. Tanınmış virusoloq, akademik Aleksandr Fyodoroviç Bilbinin sözləri ilə bitirmək istəyirəm. O həmişə ümumiyyətlə həkim olduğu sıraca belə vurğuluyurdu ki, həkimliyi öyrənmək əslində insanlığı öyrənməkdir. Yəni, həkiməm demək insan olmağı bacarmaqdır və əsl həkim təbabətə, öz sahəsinə yalnız peşəsi kimi yox, həyatı kimi baxmalıdır. Və biz birlikdə güclüyük şüarı altında, doktor, həqiqətən biz birlikdə, pasiyent, həkim əl-ələ verib bir çox xəstəliklərin qarşısını almaq iqtidarındayıq. Və bugün fədakarcasına çalışan, elmini bölüşən, sənətini əsirgəməyən həkimlərin, insanların, mediaçıların qarşısında baş əyirəm. Hər birinizə uğurlar və o cümlədən pasiyentlərimizə də sağlam olmağı və sağlamlığınızın keşiyində dayanmağı arzu edirəm. Mənlik bu qədər, doktor. Siz hər şey dediniz artıq. Çox sağ olun. Siz sağ olun, doktor. Çox xoş oldu. Doğrudan da mənim üçün də belə bir aydın olmayan momentlər haqqında düşündük, müzakirə elədik və pasiyentlərə və ümumiyyətlə insanlara belə bir maarifləndirici funksiyanın olması çox gözəl bir şeydir. Çünki mütləq informasiya olmalıdır. İnformasiya olandan sonra onun hər bir şeyin qabağını almaq olar. Gərək informasiya hər tərəfdən çox olsun və biz də burada müəyyən bir rol aparmağa ən azından cəhd elədik. Ümid eləyərik ki, bu cəhdimiz insanların səhhətinə, sağlamlığına öz təsirini göstərsin və profilaktik bir təsir göstərsin ki, onlar heç vaxt xəstələnməsinlər və o ki, qaldı bəzi viruslara, onlarla biz hər birimiz birlikdə mübarizə edək. İnşallah. Çox sağ olun, təşəkkür edirik. İnsan papilloma virusu və müasir cəmiyyət. Virusun onkoloji xəstəliklərə apardığı yol, virusla mübarizə üsulları və papilloma virusun və onun əmələ gətirə biləcək xəstəliklərin müasir diaqnostika üsulları haqqında biz onkoginekoloq Samirə Səfərova və laborator diaqnostika mütəxəssisi Arif Yusifovun təqdimatında Medical Media'nın 25 iyun 19:00-da efirə gedəcək canlı yayımında görüşünüzdəyik.